yəni çılpaq açıq-saçıq görüntülər. 1 aydan 2 aya qədər inzibati qaydada həbs gözlənilir şəxs. Hansı qanundur? İnformasiyalaşdırma və informasiya mühafizəsi haqqında qanun. Çoxdan gözlənilən Bəli. dəyişiklik. Və ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin nümayişi, əxlaqsız ifadələrin səsləndirilməsi və ya belə bir təəssürat yaradan jestlərin edilməsi, insan bədəninin hisslərinin milli mənəvi dəyərlərə və əxlaq normalarına zidd formada göstərilməsi. Açıqda, yəni çılpaq açıq-saçıq görüntülər. Və buna görə cərimələr və sanksiyalar müəyyən olunub. 500 min manat arası cərimə olunur birinci dəfədə, 30 sutka həbs gözlənilir şəxsi inzibati qaydada. 30 sutkaya qədər. Bəli. İkinci dəfə eyni əməl eləyəndə artıq cərimə qalxır 1000 manat 2000 manata qədər və 1 aydan 2 aya qədər inzibati qaydada həbs gözlənilir şəxs. Orada vəzifəli şəxslərdə daha çoxdur. 1500-2500 manat arası. Тускло звезды мерцают.